Meysəm Təmmar, xurma furuş. Adından Təmmar yəni xurma satan, bəqqal. Bəqqal küçə başında xurma satıydı. Kufədə. İbn Abbas Əmirəl-Mömininlə dərs təfsir oxuyub, dürüst zehnində deyib, belə bilən mütəcaviz az 20 sal Əmirəl-Möminindən istifadə edibdi. 20 il, ha? Amma bəzi yerlərdə var Əmirəl-Mömininə irad edibdi. Yəni Əmirəl-Mömini be nuraniyyət tanıya bilməyibdi. Gərçi tanıyı zahirən Əmirəl-Mömin tamam zəncilərində şirkət edib, həmrah Əmirəl-Mömin olubdu. Amma be nuraniyyət tanıya bilməyib, sirri Əmirəl-Mömini bilməyib. 20 ildə Əmirəl-Mömindən bir sirri ala bilməyibdi. Yəni vücudunda o zərfiyyət yoxdur. Amma Əmirəl-Möminin varid olayı Kufiyə 4 il hökumətində Meysəm Təmmar bəqqal dükkanında hər gün neçə saat Əmirəl-Möminin gəlib ondan xəlvət eləydi. Xurma satan düşdür deydi ağa, alim deydi ağa, xurma sataydı. Bu kişi 4 ildə bir məqamə çatdı, Əmirəl-Möminin əsrarın buna təhvil verəydi, sirrlərin. Zərf-i sirr Əmirəl-Möminin Ali ibn Əbi Talib olmuşdu. Gör məhəbbət nə gəncinədir. Əgər bu məhəbbəti təqviyyət eləsin, haraya çatarsan. Gələydi biyabanda bir dirəxt xurma var idi, xurma ağacı. Onun kənarında ibadət eləydi Meysəm Təmmar. Rivayətdə var, tənəyi ağaca vuraydı. Ravi rivayət eləydi, tənəyi ağaca vuraydı. Deydi, xuliqtə li və xuliqtu ləəclik. Sən mən üçün xəlq olubsan, mən də sən üçün xəlq olmuşam. Xurma ağacına. Ravi deyir, mən təəccüb eləydim. Ki, nə eləyik? Mənası nədir? Ta o günü ki gördüm İbn Ziyad dəstur veribdi, o xurma ağacını kəsiblər. Ta gəldi baxdı gördü xurma ağacı kəsilib, dedi day mənim ömrüm qutarıb. Ömrüm qutarıb. Nəcür? Həmin xurma ağacından dar cürradılar, Meysəm Təmmarı Ali ibn Əbi Talibin eşqində dara vurdular. Yəni deydi ki, ey dirəxt xurma, Allah sənə vücuda gətirib səndən dar zürriyələr və məni dardan astiyələr. Bu elmi hardan tapmışdı? Gətdilər, dara vurdular. İbn Ziyad dedi, bir sözüm vardı ağam Ali ibn Əbi Talibdən aleyhisselam. Buyurdu, bəli, ağam Əmirəl-Möminin buyurubdu, İbn Ziyad səni öldürəcək, diliyi də kəsəcək. Yalan deyibdi, mən səni dara vururam, əzabla ölərsən, amma diliyi kəsmərəm. Gətdilər, bir dar vurdular Kufədə, asladılar dardan. Darhay qədimdə bütün bu zamanın darları təşkil deyilmiş. O zaman çarmıxa çəkəymişlər, acından, susuzundan, şikəncə ilə can verib öləymişlər. Bir dəfə döymüş, ip boğazına atalar, məsələ tamam olar. O cür qoydular. Amma Meysəm Təmmar ta çıxdı darın üstünə, baxdı ətrafına, elə bil buyurdu, elə mən bu cür ücə mənbər axtaraydım ki, tamam əhli Kufəni görəm. Ay Kufəlilər, gəlin deyim, ruzi qiyamətəcən nə olacaq, gəlin deyim, Adəmdən tabi ümruz dünyada nə olurdu. Amma bilin mən şagird Ali ibn Əbi Talibəm. Bu insana baxa.